Salam əziz müdavimlərim, illərdir laborantların işə qəbulun həm müsahibə, həm test mərhələlərinə düşmüş imtahan suallarına birlikdə baxaq. Bu videoda 100 sual olacaq, digər videoda isə məntiq və digər təhsil haqqında qanuna aid olan 100 sual olacaq. Laboratoriyada işləyərkən ilk növbədə nəyə belə riayət etmək lazımdır, əməl etmək lazımdır? Əlbəttə ki, təhlükəsizlik qaydalarına. Laboratoriyada qoruyucu eynək nə üçün lazımdır? Gözləri qorumaq üçün, yəni kimyəvi maddələrdən. Turşu dəriyə töküldükdə nə etmək lazımdır? Bol suylu yumaq. Şüşə qab sındıqda nə etmək lazımdır? Süpürgə və kürəklə toplamaq. Çünki əlimizi kəsə bilər. Laboratoriyada yemək yemək, su içmək qadağandır. Termometr temperaturu, menzurki isə həcmi ölçür. Pipet nə üçün istifadə olunur? Maye maddəsinin maye halında olan maddənin qramlarını ölçmək üçün. Tərəzi kütləni ölçür. Distillə olunmuş su. İlk öncə distillə olunmuş su qaynadılaraq və ya hər hansı xüsusi şəraitdə minerallardan azad edilmiş sudur. O içmək, yemək üçün və bitkiləri sulamaq üçün belə deyək, əlverişsizdir. Onun ancaq laboratoriyada istifadə olunur müəyyən sınaqlar üçün. Lakmus kağızı turş mühitdə qırmızı, qələvi mühitdə mavi, neytral mühitdə isə bənövşəyi rəngi olur. pH-ı 7 olan mühit qələvi mühit adlanır. pH-ı 7 dedi də, sualda düzdür 7. 7-yə bərabərdirsə, üzr istəyirəm, neytral, 7-dən kiçikdirsə turş, 7-dən böyükdürsə qələvi mühit adlanacaq. Kimyəvi maddələr yazılıb ki, laboratoriyada ilk yardım qutusu nə üçün lazımdır? Xəsarət zamanı yardım üçün. Elektrik cihazı nasaz olarsa nə edilməlidir? Məsul şəxsə məlumat vermək lazımdır. Yəni onu özüm də təmir edərəm, özüm öhdəsindən gələrəm. Xeyr, məsul şəxs kimsə ona cavabdehdir, o təmir etməlidir. Laboratoriyada əsas fərdi mühafizə vasitəsi deyil. Xələt, əlcək, eynək bunlar əsasdır, amma səndəl deyə bir şey, yəni ayaqqabı deyə bir şey yoxdur, səndəl yoxdur, yəni xüsusi geyim yoxdur, ayaqqabı geyimi yoxdur. Biz burada yenə deyirəm, məktəb laboratoriyasında danışırıq, xəstəxana laboratoriyalarında xüsusi örtülü ayaq geyimləri var. Kimyəvi maddələrin qabları etiketli və qapalı saxlanmalıdır. Mikroskop nə üçün istifadə olunur? Mikroskop kiçik obyektləri böyütmək üçün istifadə olunur. Laboratoriyada yanğın baş verərsə nə etmək lazımdır? Məsul şəxsi xəbərdar etmək lazımdır. Temperaturu sabit saxlamaq üçün termostatdan, yəni temperaturu sabit saxlayan qurğudan istifadə olunur. Filtrləmə nədir? Filtrləmə qarışıqları ayırmaq üçündür. Laboratoriya jurnalı nə üçün aparılır? Dərs cədvəlini, daha doğrusu təcrübələri qeydiyyata salmaq üçün və dərslərin ardıcıllığı üçün. Dərs cədvəli hazırlamaq üçün deyil. Hansı sinif, hansı otaqda, hansı dərsdə hansı təcrübələr aparacaq onun üçün. Reaktivlərin istifadə müddəti nə üçün lazımdır? Təhlükəsizlik və düzgün nəticə üçün. Reaktivlər nədir? Reaksiyaların sürətini artıran maddələr. Kimyəvi maddələrin qoxusu necə yoxlanılır? Əllə. Sanki əlimizi bir külək eləyirmiş kimi, yelləyirmiş kimi maddənin üstünə vurub burnumuza yaxınlaşdırırıq. Birbaşa maddəni buruna yaxınlaşdırmaq olmaz. Qapağı açılmış maddənin üzərində əlimizi yelləyirik, sanki kağız yelləyir kimi iğni eləməyə çalışırıq. Əllə havanı buruna yönəltməklə. Laborantın əsas vəzifələrindən biri hansıdır? Laboratoriya avadanlıqlarını hazırlamaq və qaydasına salmaq. Laboratoriyada reaktivlər necə saxlanmalıdır? Etiketli və bağlı. Kimyəvi etiketlər hansı məlumatlar olmalıdır? Maddənin adı və təhlükəlidirsə onun işarəsi. Spirt lambası nə üçündür? Qızdırmaq üçün. Spirt lampanın söndürməyin ən düzgün üsulu onun qapağını örtməkdir. Yəni qapağını astaca örtəndə avtomatik sönür. Üfürmək olmaz. Kimyəvi maddə gözə düşərsə ancaq bol su ilə yumaq. Heç bir maddə tökmək olmaz. Uzun saçlar yığılmalıdır. Elektrik cəryanı vurmuş şəxsə toxunmaq olmaz, su tökmək olmaz üzərinə. Dərhal elektrik kəsmək lazımdır ki, birinci elektrik kəsməli, ondan sonra torpaqlama üsulundan, yəni torpağa bastırmaq, ayaqlarını torpağa qoymaq, əlləri torpağa qoymaq, bu üsuldan istifadə etmək olar. Kimyəvi tullantılar harda saxlanılır? Sinif otaqlarında müvafiq qutular olur. Bunları invertor olaraq məktəbə verirlər. Həmin qutulara da uyğun utilizasiya edilir. Yəni oradan saxlanılır və tullanılır. Laboratoriyada havalandırmanın əsas məqsədi zərərli buxarları, zərərli maddələri çıxartmaqdır. Mikroskopun işıqlandırma hissəsi nə üçündür? Preparatı işıqlandırmaq üçündür. Preparatı mikroskopun hansı hissəsinə qoyurlar?
Hansı hissəni oklyarın üzərinə qoyurlar. Laboratoriyada istifadə zamanı üzr istəyirəm, oklyar nədir? Əşya masasının üzərinə qoyurlar. Laboratoriyada istifadə olunan əlcəklər nə üçün istifadə olunur? Əlbəttə ki, əlləri qorumaq üçün. Hansı cihaz kiçik kütlələri ölçür? Laboratoriya tərəzisi, menzurka təcimi ölçür, termometr temperaturu mikroskopda böyütmək üçün. Məhlul nədir? 2 və daha artıq maddənin homogen qarışığı. Homogen odur ki, həmin qarışığın tərkibini biz gözlə seçə bilmirik. Su ilə spirt kimi, qarışdırılmış duzla su kimi, duzla şəkər kimi. Heterogen qarışıqlar da odur ki, məsələn, torpaqla su, yağla su, benzinlə su, bunlar bir-birindən gözdən ayrıla bilirsən ki, burada benzinlə su var. Həlledici maddə nədir? Bir maddəni hansının içində qarışdıra bilirsə, o həlledicidir. Məsələn, duz, su qarışdırılır, burada həlledici sudur. Şəkərlə su qarışdırılır, burada həlledici sudur. Yəni, həll olunan maddə həll olan, həlledici maddə isə hansının içində yox olacaqsa odur. Doymuş məhlul nədir? Biz bir məhlulu digərinə qarışdırandan sonra artıq məhlul o formaya gəlir ki, hissəciklər gözdən seçilsin. Məsələn, biz şəffaf suda nə qədər şəkəri qarışdırsaq da doymuş məhlul bir müddət sonra o doymuş məhlula çevriləcək və çöküntülər və ya asılqanlar əmələ gələcək. Buna daha çox həll olunan maddə qəbul etməyən məhlul deyirik. Turşuların ümumi xüsusiyyəti lakmus kağızının qırmızıya çevrilir, qələvləri maviyə çevrilir. Laboratoriyada qırılmış şüşə süpürgə və kürəklə toplanır. Reaktivlərdən istifadə etdikdən sonra qabın qapağı dərhal bağlanmalıdır. Avadanlıqlardan istifadə sonra təmizlənməlidir, ondan sonra yerinə yığılmalıdır. Yerinə qoyulmalıdır, xeyr. Təmizlənməlidir, sonra yerinə qoyulmalıdır. İlk yardım göstəriş əsas məqsəd həkim gəlinə qədər zərərin artmasının qarşısını almaqdır. Müalicə məqsədli deyildir. Laborator təhlükə nişanları nə üçün istifadə olunur? Təhlükəni şagirdlərə və ya müəllimlərə bildirmək üçün. Laboratoriyadakı termometr istiliyi ölçür, temperaturu ölçür. Hansı cihaz həcmini daha dəqiq ölçür? Burada baxın, mikroskop, tərəzi, təbii ki, spirt lambası, bu buretdir. Həcmi ölçmək üçün menzurka və buretdən istifadə oluna bilər. Kimyəvi reaksiyada yeni maddələr əmələ əgər kimyəvi reaksiyada yeni maddə əmələ gəlirsə, bu kimyəvi hadisədir. Əgər yeni maddə əmələ gəlmirsə, əvvəlki maddə öz mövcudiyyətini qoruyursa, bu nədir? Fiziki hadisə. Məsələn, qəndin və ya şəkərin əzilməsi, sonra bu suyun əriməsi, suyun buxarlanması fiziki hadisədir. Oduncağın yanması kimyəvi hadisədir. Ondan sonra dəmirin çürüməsi kimyəvi hadisədir. Südün köhnəlməsi, maddə tərkibinin dəyişməsi, çürüməsi kimyəvi hadisədir. Su hansı qrupa aiddir? Oksidlərə aiddir, çünki içində oksigen var. Oksigenin əsas xüsusiyyəti nədir? Yanıcı maddələrin tez alışmasına səbəb olur, yəni yanmanı dəstəkləyir. Hidrogen qazı xüsusiyyətidir. Ağır qaz deyil, yüngül qazdır, rənglidir, rəngli deyil, qoxuludur, qoxulu deyil, yanıcı qazlara daxildir. Kimyəvi reaksiyada yeni maddənin əmələ gəlirsə, bu kimyəvi hadisədir. Su, oksiddir, bu oxuduq deyəsən bunu, bunu bir dəfə oxumuşuq. Laboratoriya işlədikdən sonra avadanlıqlar təmiz və quru vəziyyətdə saxlanmalıdır. Kimyəvi maddənin saxlandığı qabların etiketləri oxunaqlı olmalıdır. Laboratoriyada qırılmış civə termometr, hansı civəli termometrlə davranış qaydası nədir? Məsul şəxsə məlumat vermək və təhlükəsizlik qaydalarına əməl etmək. Reaktivlərin istifadə zamanı hansı qayda doğrudur? Artıq qalan reaktivi belə deyək, artıq qalmamalıdır. Biz elə eləməliyik ki, artıq qalmasın. Lazımi qədər istifadə etməliyik. C variantı. Hansı cihaz laboratoriyada vaxt ölçür? Xronometr. Xronometr saniyələr gedən bir ölçüdür, saat qurğusudur. İlk yardım göstərərkən əsas prinsip təhlükəsizlik qaydasına riayət etməkdir. Laboratoriya qaz iyi varsa, məsul şəxsə məlumat verilməlidir və ventilyasiya sistemi olmalıdır. Ya pəncərə açılmalıdır, ya ventilyasiya sistemi qoşulmalıdır, otaq havalandırmalıdır. Hansı bərk alət maddəni tutmaq üçün istifadə olunur? Bu pinsetdir. Penset, baxın, A variantında. Laboratoriyada nizam-intizam riayət etmək nə üçündür? Əlbəttə ki, təhlükəsizliyimiz üçündür. Kimyəvi maddələrin təhlükə nişanları nəyə göstərir? Onların yanıcı, partlayıcı, zəhərləyici xüsusiyyətləri olduğunu
yəni təhlükə xüsusiyyətlərini, B variantı. Laboratoriyada işləyərkən xələt mütləq geyinilməlidir, B variantı. Laborator istifadəsi zamanı su kranı iş bitdikdən sonra əlbəttə ki, bağlı saxlanılmalıdır. Elektrik cihazına yaş əllə toxunmaq olmaz, elektrik cərəyanı vura bilər. Laborator avadanlıq nasazlıq aşkar edilərsə, heç bir halda müdaxilə etmirik, məsul şəxsi bildiririk. Yanğın söndürənin laboratoriyada əsas məqsədi təbii ki, belə deyək, yanğını söndürməkdir. Laborator işləyərkən diqqət yayındıran davranış hansıdır? Telefonla oynamaq, danışmaq və ya istifadə etmək. Məktəb laboratoriyası dərsdən əvvəl nə edilməlidir? Məktəb laborantı dərsdən əvvəl avadanlıqları və reaktivləri hazırlamalıdır. Laboratoriyada iş bitdikdən sonra hansı addım edilir? Avadanlıqlar söndürülür, iş yeri səliqəyə salınır və əllər yuyulur. Kompüterin əsas hesablama qurğusu beyni prosesordur, B variantı. Kompüterdə məlumatları müvəqqəti yaddaş saxlayır. RAM, elektrik enerjisindən asılı yaddaş. Klaviatura hansı qurğudur? Giriş qurğusu. Monitor hansı qurğudur? Çıxış qurğusu. Kompüterin əməliyyat sisteminin əsas vəzifəsi nədir? Kompüteri idarə etməkdir. Windows hansı sistemə aid, hansı proqrama aiddir? Əməliyyat sisteminə aiddir. Fayl nədir? Məlumatın saxlandığı vahid fayl adlanır. Qovluq nədir? Faylların yığıldığı bir hissə. Yəni faylları təşkil edən və saxlayan bir qutucuq. Qovluqdur. Klaviaturada enter düyməsi nə üçündür? Daxil olmaq, təsdiq etmək, yeni sətrə keçmək üçün. Ctrl-C nədir? Kopyalamaq. Ctrl-V nədir? Yapışdırmaq. Ctrl-X nədir? Kəsmək. Browser nədir? İnternetə çıxış. İnternetə çıxmaq üçün səhifə. B variantı. Hansı browserdır? Paint proqramdır, Excel proqramdır, yəni Office proqramıdır, Windows əməliyyat sistemidir, Google Chrome'dur burada. Antivirus nədir? Antivirus zərərli proqramlardan qorumaq üçün istifadə olunur. Virus nədir? Zərərli proqramdır. Viruslar müxtəlif olur. Onu da video dərsini çəkib yükləyəcəm. Printer çıxış qurğusudur. Scanner giriş qurğusudur. Məlumatları kağızdan kompüterə köçürür. Word proqramı nə üçündür? Mətn hazırlamaq. Excel proqramı nə üçündür? Cədvəl hesablama üçün. PowerPoint nə üçündür? Təqdimat hazırlamaq üçün. USB daşıyıcıdır. Məlumatı daşıyıcı formada saxlamaq üçündür və ötürmək üçündür. Daşına bilən yaddaş qurğusudur. A variantı. Ən kiçik ölçü vahidimiz bitdir. Siz bu 100 sualı öyrənmədən imtahana getməyin.